Hüzünlənmə, dərd çəkmə, qüssələnmə. Çünki səni heç zaman unutmayan Rəbbin var. Sən hətta öz Rəbbini unutsan belə, o səni heç vaxt unutmur. Ona görə gözəl şəkildə, çətin anlarında öz Rəbbinə müraciət et. Peyğəmbərimiz Muhammed, Allahın ona salavatı və salamı olsun, bizə gözəl dua öyrədib ki, hər bir insan əgər hüzünlənərsə, dərd, qəm çəkərsə, onda bu duanı oxusun. Bu dua vasitəsilə o mütləq o sıxıntıdan çıxacaq. Duanın xülasəsi, qısa məzmunu belədir. Allahım, mən sənin qulunam. Həyatım sənin əlindədir. Səni bütün gözəl adlarınla çağırıram ki, Quran vasitəsilə mənə geniş bir huzur verəsən. Bu duanın qısa məzmunudur. Amma dua bundan daha uzundur, lakin çox faydalıdır. İnşallah videonun sonunda bu dua ərz olunacaq. Bu duada əsas fikir verəcəyimiz bir məqam var. Ona diqqət yetirməliyik. O duada qeyd olunur ki, Qur'anı mənim qəlbimin baharı et, qəlbimin sevinci et. Yəni, burada bir dərin məna var. Bu məna da odur ki, bilməliyik ki, Quran Allahın kəlamıdır və onda çox gözəl bir təsir edici xüsusiyyəti var. Çünki bu insan kəlamı deyil, Allahın kəlamıdır. Allahın kəlamının xüsusi dəyəri var. O həqiqətən ruhlara və bədənlərə bir şəfadır. Ona görə Quran oxumağa və onun mənasını başa düşməyə daha çox həris olmalıyıq. Və inşallah bu duanı əgər səmimi şəkildə biz davamiyyətlə etsək, istənilən hüznümüz, kədərimiz, qüssəmiz inşallah aradan qalxacaq. Və əgər bizlərdən birimiz sıxıntıdadırsa, təbii ki, Adəm övladı olaraq hər birinin bir sıxıntısı var. Amma bizim Rəbbimiz geniş bir mərhəmət sahibidir. Öz geniş mərhəməti ilə bizi bu sıxıntılardan tezliklə qurtarar. Sadəcə Allah istəyir ki, onun qulu daim qəlbi ona bağlı olsun və onun kitabına daim yaxın olsun ki, hətta o kitab vasitəsilə, Allahın sözü vasitəsilə Allaha daim yaxınlaşsın və bununla həm dünyada təskinlik tapsın, həm də Allahın geniş rəhməti olan cənnətini əldə etsin.